Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bizim mövqenin növbəti buraxılışında xoş gördük hər birinizi. Studiyada aparıcınız mənəm, Züriyə Ruslan qızım. Bu dəfəki buraxılışımızda da sizin diqqətinizi çəkəcək hadisələrin gedişatı ilə bağlı, yaxın şərqdə yaşananlarla bağlı önəmli məsələlərə toxunmuş olacaq və qonağımızla birgə mövqeyimizi ən obyektiv təhlili sizə çatdırmağa çalışacaq və siz isə bizi canlı olaraq UyduPek və YouTube kanalları üzərindən izləmiş olacaqsınız. YouTube kanalı canlı şərh bölməsində də aktivliyinizi unutmayın. Günaz TV kanalına abunə olmaqla, verilişimizi bəyənməklə, paylaşmaqla da mövqeyimizin daha geniş auditoriyaya yayılmasına dəstək göstərə bilərsiniz. Bugün regionda gərginliyin yeni mərhələyə keçid etmə imkanını müzakirə edəcək. ABŞ və İsrailin İrana qarşı mümkün hərbi ssenariləri artıq açıq müstəvidə müzakirə olunur və bu ssenarilər təkcə hərbi deyil, həm də geosiyasi və enerji təhlükəsizliyi baxımından ciddi nəticələr vəd edir. Bəsra körfəzində mümkün əməliyyatlar, İran daxilində sabitliyi hədəf alan yanaşmalar və nüvə obyektlərinə yönələn riskli planlar regionu daha böyük qarşı durmaya sürükləyə bilər. Bəs bu ssenarilər nə dərəcədə realdır və proseslər hansı istiqamətdə inkişaf edə bilər? Elə həm də bu ssenarilər üzərinə özünün köşə yazısını təqdim edən və bizim də hal-hazırda bu yazı ilə tanış olduğumuz bir məqamda qonağımız, yazının da müəllifi Məsud Araydı. Məsud bəy, xoş gördük sizi. Mən də sizi, dəyərli Günaz TV-nin izləyicilərini xoş gördük deyirəm, salamlayıram. Buyurun, qulluğunuzda olub bitənləri bərabər müqayisə edək. Minnətdarıq dəyərli zamanınızı ayırdığınız üçün. Məsud bəy, elə mən sizin yazınızın da mətnilə tanış oldum. Bir neçə dəqiqə öncə siz bu yazını paylaşmışsınız və bu təhlildə ABŞ və İsrailin İrana qarşı mümkün hərbi strategiyalarını 3 əsas ssenari üzrə izah etmişsiniz və birinci ssenarinin Bəsra körfəzində strateji adaların ələ keçirilməsi və ya blokadası olduğunu vurğulamışsınız. Elə bu ssenaridən başlayaq Məsud bəy. Baxın, son zamanlarda yəni bunu belə başlayaq. Son zamanlarda biz görürük ki, Trump'ın dilə gətirdiyi bəzi məbhəslər buradadır. Yəni bir tərəfdən istəyir bu savaşı bir türlü zəfər ilə, yəni zəfər əldə etmək ilə qurtarmağa çalışır. Və bunu da ən çox sıxıcı nöqtəsi də Hormuz boğazının İran orada qəbul edək ki, bütün get-gəlin hamısını durdurubdur. Və bir tək xəbərlərdə yansıtıldığı qədər Çinin o deyirlər neft tankerləri oradan geçməsinə izin veribdir və başqa ölkələrinin hətta son zamanda Pakistanın da belə oradan gəmilərinə izin verməyibdir. Olub bitənlər yəni o qədər şeydir ki, qarama-qarışıq bir duruma girib ki, bu kriz Avropanı da sarıbdır. Yəni Avropa da birbaşa bundan etkilənibdir və söz-söhbətlər, etirazlar ilə Avropada da belə baş tutub ki, bu kriz ekonomik kriz, bir tərəfdən də bu nəftin dayandırılması, dünyanın %30'u o boğazdan geçirsə, onda demək ki, dünyada böyük bir dənə dəhşət demək olar, ekonomik krizi və hətta enerji krizi yaşanmaqdadır. Bu da nəft deyirik də, eyni halda doğal qaz, LPG, bu qazlar da oradan demək olar tankerlərlə göndərilir. Onun üçün bu baskı çoxu zamanda Trump'ı da ara sıra təzadlılı sözlər ilə üz-üzə qoyur. Bir tərəfdən oranı ələ geçirmək üçün Avropa ölkələrinə çağrışda bulunur ki, gəlin və istəyirsiniz tankerlərinizi ödən geçirdin, yoxsa sizin o cəsarətiniz yoxdursa, onda bu etirazlarınızın da heç bir demək olar sonucu yoxdur. Yəni Avropaya da çağrış yapır. Daha öncədəki Avropaya çağrış yaptı. NATO'dan istədi ki, Amerikanın yanında olsunlar. Burada biz görürük ki, nə NATO, nə Avropa və aynı bir tərəfdən də Çinin orada ya İranla iletişimə geçmələri, hətta oradan getgəlləri dolar deyil, yuan üzərinə, yəni demək olar Çin pulu üzərinə qurulması, bu özü bir dənə böyük ekonomi savaş bir nişan verir ki, İranın tərəfində, yəni deyə bildik ki, Çin də dayanır. Ekonomi adıyla da desək, elə gəmilərin ödən geçməsi də nişan verir ki, indi İranla Çinin arasındakı münasibətlər günü-gündən Amerikaya qarşı bir cibhədə olduqlarını göstərir. İndi Trump'ın ortaya qoyduğu senaryolardan mən düşündüyüm qədərilə olasılığı nə qədər olar, orta mı, düşük mü, çox mu? 3 dənə senaryonun üstündə təmərküz var, indiki durumda. Yəni daha öncə də başqa senaryolar var idi.
Birincisi dediyiniz kimin elə gəlib bu adaları ələ geçirmək, Cəzirəyə xarici ələ geçirmək üçün İranın istihsalatının bəlkə 80'ni oradan təmin olur. Yəni oradan göndərilir. Oranı ələ geçirmək. Yəni Trump birbaşa istəyir ki, İranın da istihsalatının qabağını alır. İran madem bütün Hormuz boğazında her şeyin qabağını alıbdır, bu da yəsin İran boğazından yapışsın. Belə deyək ki, ekonomi baxımından İranın ekonomisinin boğazını orada sıxışdırmağa çalışsın. Və eyni dərəcədə indi zaman zaman dilə gətirilən bir məsələ də vardı, o adaların məsələsi. İndi o Əbu Musa, Küçük Tump, Böyük Tump'un o ərzi olarak yani toprak olarak imaratın da orada istədikləri vardı. Zaman zaman bunu, hətta Rusiya da bunu təyid eləmişdi. Zamanında 3-4 il bundan qabaq da söz söhbət oldu. Çin də bunu imaratındır deyə dilə gətirmişdi. Və tarixi sürəcdə də bu bir şeylər vardı. Amma indi də tarixi sürəci boş verək, bu istəklər yenədən də gündəmə gəlibdir. Yəni Amerika bir istəyir ki, o adaları da ələ geçirsin və bunu da elə imarat üzərindən bu adaları ələ geçirsin. Yəni ekonominin, enerjinin sağlanmasını yola salsın deyə bu senaryo çox gündəmdə olan bir senaryodur. Amma gerçəkdən də bu senaryonun da bir soruşarız ki, bu senaryo nə qədər olasılığı vardı? Bu gerçəkdən də gələn bu demək olar əskər gətirir ora, dəniz qüvvələrini gətirir ora və torpağa girməsi lazımdır. Gerçəkdən Amerikanın 3000, 2200, 5000 tutalım belə bütün bölgədən hamısını toplamaq da əmri verilibdir. Bütün bölgələrdə özü də bir dənə böyük təhlükəlidir. Bütün bölgələrdə bu piyada qüvvələrini, əskərlərini tutalım 10.000'e belə yaxın olsun, gətirəcək o cəzirələri, adaları alsın. Gerçəkdən də buna yetəcəkmi, yetməyəcəkmi? İran bunu öz torpaqlarının içində necə qəbullandıracaqdı? İHA-SİHA ilə bunlara füzələrlə necə saldıracaqdı? Yoxsa İranın özü öz karədən deyək, yəni torpaqdan deyək, bunun qarşısına çıxacaq bir gücü varmı? Mən deyə bilirəm ki, vardı. Və bunun olasılığı da heç belə, mən demirəm zəifdir, amma orta şəkildə deyə bilir ki, bunun eləyə bilər. Bu birinci senaryodur ki, mən olasılığını da bu da, yəni qısa, yəni özətlədim sizinlə. Yəni Trump istəyir ki, birbaşa başqa ölkələrə də bu qarantini verək ki, bu gedişatı Hormuz boğazından, bu adalar üzərindən həyata sürməyə çalışır. Bunun yanı sıra da hətta bəzi başqa mən qaynaqlara da baxdığımda, bu yazdan sonra da hələ araşdırdığımda gördüm, məsələn, Ərəbistandan bir boru vurulsun. Yəni düşünün ki, Hormuz boğazına gərək qalmadan oradan boru vurulsun bütün Ərəbistanı bu başa ta Qızıl Dənizə qədər. Yəni o sürəci də Ərəbistanın bütün 1200 kilometr boru vurmasının da söz söhbəti ortadadır. Və bu nə nişan verir? Nişan verir ki, bəs kriz o qədər də ciddidir ki, boru vurmağı belə öhdələnirlər. Yəni sərmayə ora qoysunlar, bəli bu fəlakətdən qurtulsunlar istəyən ölkələr var. Bunlar da başlarında da Ərəb ölkələrdə. Bəlkə bunları uzun olardı o senaryolarda yerləşdirmək, amma Ərəb ölkələri də böyük ekonomik krizin içindədirlər. Həm satışları demək olar durdurulubdur, həm bir tərəfdən də İranın Ərəb ölkələrinə saldırısı bir çox böyük şirkətləri də qapısını bağlatdırmağa belə götürübdür. Yəni əmniyyəti olmasa böyük şirkətlərdə necə qalsınlar ki? Bunlar o senaryonun üzərində danışa biləcəyimiz söhbət idi ki, sizinlə var qoydum. Bəli. Məsələn, ikinci senaridə İranın qərbində Kürd qrupları vasitəsilə daxili sabitliyin pozulması ehtimalını siz vurğulamışsınız və bu modeldə İran ordusunun əlbəttə ki, diqqəti parçalanır və resursları da bölünmüş olur. Yəni, nə dərəcədə realdır? Çünki Kürd qruplarının ABŞ-a etimadsızlığı, həm də İranın sərt cavab vermə potensialı bu senarini müəyyən qədər mürəkkəbləşdirmiş ola bilər. Baxın, bu Kürt məsələsi ya kartı adında burada Türkiyədə də çox istifadə olunur. Bu birbaşa ilk başlarda yadınızda olsa bu da söhbət elədik ki, Batı Azərbaycana girmə planları belə ortaya qoydular. Yəni 5 dənə Kürt təşkilatı İsrailin dəstəyi ilə Batı Azərbaycana girmə, hətta Batı Azərbaycan şəhərlərinin öz aralarında paylaşmışlar. Bundan xəritələrini belə paylaşmışlar, ortaya qoymuşlar. Yəni hər yerdə var ki, mediada belə bunları yayınlamışlar. O nöqtədən ta gəlib ki, Batı Azərbaycandan vazgeçdiyi nöqtəyə gəlib satdıqlarına biz şahid olduq ki, buna Türkiyənin elə Amerikaya
nota verdiği və bu iş olmayacaqdır, biz hamısını gözetime almışıq, diqqətə alırıq və alırlar da indiyə kimində. Bu onları bir türlü o Batı Azərbaycandan uzaqlaşdırma planına deyək ki, məsələn, itdi, oradan uzaqlaşdırdı. Amma bu təhlükə bitdi anlamına gəlmir. Baxın, mən 3-4 gün bundan qabaq da təzədən bir dənə bunun haqqında məqalə yazdım ki, belə düşünməyin ki, artıq onların fikri, gözü, yəni İsrail də istəsə, Amerika da istəsə, ki, Amerika istədi bunu. Amma kütlər bunu gözlərindən qaçırmayacaqlar ki, Batı Azərbaycana yenə də fürsət tapılsa, oraya həmlə eləyəcəklər. Bunu hətta İsrail belə Amerika qarşı çıxsa da, hətta Türkiyə bunu istəməsə də, onların əllərindən gəlirsə, mütləqa bu işi görəcəklər. Amma biz gördük ki, bu plan da o qədər, o zaman yönünü dəyişdi. Sonra dedilər ki, bunu Şirvanşahdan Loristana, Loristandan da Ələhvaza, Ələhvazdan da tam gedi-gənə yetirir birinci senaryonun Xuz boğazına. Yəni adaları ələ keçirməklə, cəzirəyi xarici ələ keçirməklə yenə də o bölgəyə və nəftin axışına, yəni demək olar ki, oraya götürsün. O amma dayandı. Bu bir ay bundan savaşın bəlkə, nə bilim, birinci həftəsindəydi. İndi biz savaşdan bir aydan da keçibdi. Və nəzir oldu bunlar dayandılar. Onu deyirəm, onların zamanında bu da Günas TV-də söhbətini etdik. Amma indi gəldiyimiz nöqtədə bu özünü göstər və ikinci senaryo olaraq özünü demək olaraq gözlərə soxur. O da budur ki, Amerikanın əskərləri yetərincə İranda Karadən əllərinə gəldiyi qədər ilə iş başara bilməyəcəklər. Onu özləri də bilirlər. Bir tərəfdən də Amerikada da müxalifət, 8 milyon adam çıxdı, etiraz etdi. Bunlar da hamısını hesaba qatsaq, Amerika əskərinin İran torpaqlarında ölməsini istəməyənlər də günü-gündən daha çox alır. Bəs onda Amerikanın yenə də paralı əskərlərə ehtiyacı var və bunların başında mən gördüyüm qədərilə ərəblər də uzaqlaşıblar, lovlar da uzaqlaşıblar. Bir yəni qalır xalq mücahidləri ilə kütlər. Və mən bildiyim qədərilə xalq mücahidləri də bir türlü kütlər ilə işbirlik, bu işi görürsünlər, orada da sıxıntı yaşayırlar. Yəni Amerikanın əlində, yəni İsrailin əlində tənha bir kart işi var idi, Amerikaya da sunmuşdu zamanında. İçəridən rejimi çöktürmək üçün küt unsurlarıyla, örgütləri ilə bu işi görəcəkdir. Aslında baxarsan Amerika bunu dayandırdı. Amma bunu İsrail dayandırdı anlamına gəlmir. Bunu istəyirəm altını çizərək deyəm. Amerika bəli bunu dayandırdı, bunu elə elan etdi ki, bu işi görmək istəmir. Yəni küt kartı ilə bu işləri eləyə bilməyəcəkdir və İsrailin də verdiyi sözü tutmadığını da vurguladı. Yəni Trump Netanyahu'nun bu sözü o qədər də pratikdə olmayacağını da işarə etdi. Amma burada İsrail bundan vazgeçdi anlamına gəlmir. Deyim ki, bu fərqli məsələdir. Amerika ilə İsrail arasında hamı aynı platformu, aynı gedişatı düşünsə də, mənim nəzərimə bu cür məsələlərdə Amerika ilə İsrail arasında fərqli taktikləri də ortaya qoymağı biz düşünməmiz lazımdır. İndi gəldi ki, bunlar ilə gerçəkdən də Kürt örgütləri ilə də bu bölgəyə gedib də gerçəkdən Kürtlər istəyirlər gedərlər rejimi düşürələr. Baxın, Batı Azərbaycan tərəfində bütün yolları, həyyilər, paskahları belə elə İsrail təmizlədi. Yadımızdan çıxmayıb da. Yəni aslında Kürtlər orada hardan giyəcəklər, ən kiçik maneləri belə üstdən havadan uçaqlar ilə vurdular, darmadağın etdilər. Amma hələ o Kürtlərin oraya girməyinə müsaade olunmadı. Ən son gəlişmələri də bu da mən xatırlasam dəyərli izləyicilərimizə. Bir tərəfdən Həşd Şəbinin və İranın elə Kürt, Əraqdakı Kürt bölgəsinə də saldırmaqları bir tərəfdən. Barzani və Talibaniyə nota verdiklərini, siz İrana girmək məsələsi olursa, sizi burada gələcəyiniz olmayacaqdır. Yəni darmadağın olacaqsınız notası İranda bir tərəfdən verəndən sonra. Gördük ki, Əraq dövləti də bu sərt bir çıxışda bulundu ki, heç kim bizim torpaqlardan İrana girməyə izin verməyəcək. Yəni bunları hesabata qatsaq, görürük ki, bu da olasılığı düşük bir nəticəyə çıxır. Yəni çox yüksək səviyyədə bu gedəcək, İran rejimini düşürəcək, gerçəkdən o potansiyeli sahibmi? Bu da deyil. Çünki səbəbi nə mənadır? Bunun da bir iş dəngələri var daxı. Zaman mən intiqad etdiyimdə, eleştirimdə Avropa, Amerika daha doğrusu desək, o araşdırma mərkəzlərinin, strateji araşdırma mərkəzlərinin gözdən qaçırdığı bir gerçək var. İranın dinamiklərini gerçəkdən də doğru oxuya bilməyiblər.
Və bilmirlər ki, düzdür, İranda bütün millətlər indilən rejimə qarşı savaşırlar, dirənirlər, oradan özlərini qurtarmağa, özgürlüyə çaba göstərirlər. Amma bunu unuturlar ki, bunların içindəki bir-birinə qarşı, bir-birinin torpaqlarına gözləyimə məsələlər də vardır. Yəni, lorlar bilirlər ki, kütlənin əlinə silah geysə və bəzi bölgələr giysələr, elə Loristan deyə bir şey qalmayacaqdır. Elə bunu ərəblər də bilirlər. Çünki hələ indi ərəblərin Körfəzə qədər Böyük Kürdistan deyə xəritələrini ortaya qoyan kütlər vardı. Onun üçün Kürd kartı təhlükəli bir kartdır ki, bunu diqqətə almadılar ki, həm Güney Azərbaycan buna qarşı çıxdı, həm Türkiyə buna qarşıdır, hətta Azərbaycan dövləti buna qarşıdır, bu cür gərilimləri və etnikləri bir üz-üzə qoymaqdan və onlar da səssiz qalmayacaqlar. Və bir tərəfdən də ki, içəridəki elə millətlər ki, bizdən sonra hamısı örgütlə, yəni silahlı örgütləri vardı. Ərəblər olsun, lorlar olsun, hətta bəluslar olsun, kütlər ilə aralarındakı məsafələr vardı. Onun üçün də bunları hesabata qatmayınca Kürd kartı da üst-üstə, pratikdə o qədər cavabdeh bir şey olmayacağı qənaətindəyim mən. Bəli, Məsud bəy, üçüncü variantla bağlı da, bunun ehtimal payıyla da bağlı sizin fikrinizi soruşmuş olacağım. Çünki hesab edirəm ki, bu versiyalar içərisində ən riskli olanıdır. Və vurğuluyorsunuz ki, İranın üçüncü versiyada İranın nüvə obyektlərinə xüsusi təyinatlı qüvvələrlə hücum edərək zənginləşdirilmiş uranı ələ keçirmək planı da mümkün ola bilər ki, bu təbiidir ki, həm texniki, həm də hərbi baxımdan əslində çox çətin və itkilərlə müşahidə oluna biləcək bir əməliyyatdır, deyilmi? Gerçəkdən də. Baxın, bunun bəlkə baxışda deyilsə, gələcək havadan bir tora əsərlərini yendirəcəkdir, Koreya yendirəcəkdir. Məsələn, İsfahanda, Nətənzdə uranium zənginliklərini əldə etdiyindən 400 kilo, 500 kilo söz söhbəti gedir. Tamam, bunlar hamısı götürəcək. Amma bu uraniumu daşımaq məsələsi bu qədər rahat bir şey deyil. Yəni, Venezuela getdilər, bir dənə Maduronu götürdülər, apardılar, bir adamı götürdülər, dövə-dövə də apardılar. Bu məsələ ilə uranium qaçırmaq məsələsi aynı deyil. Bəziləri mən gördüm ki, bu senaryonun üstündə çox belə manor verirlər ki, ən azı Amerika özünün yaxasını da qutara bilər. Yəni, Trump birbaşa deyər ki, getdim oyda bunları atom bombasına imkanları nə varsa darmadağın etdim və hətta bu zənginləşmiş uraniumu da oradan götürdüm, gəldim və özüm də deyək ki, bu savaşı qazandım elan eləyə bilər. Görünüşdə doğrudur, bu çox rahat bir şey bəzi. Məsələn, ola bilər 3-4 gün içində bu işi görürsün. Amma gerçəkdən də bunu diqqətə aldığımızda uraniumu elə bu rahatlıqda daşımaq, ya hətta o bölgəyə əskər yendirmək, bunları götürüb aparmaq, bu qədər rahatmı? Bir tərəfdən də bunu tutalım ki, əslən belə bu işi oldu. Əslən, İran da belə indiki vəziyyətdə ki, anlaşmaların bir türlü əsas nöqtəsini də İranla Trump'ın ortaya qoyduğu deyil, mən gizli anlaşmalarımda vardı. Başında gedən də elə biri budur. Tutalım, İran da özü belə dolayısı yolla buna izin verdi. Əslən, daşımasına da izin verdi. Bu İran'ı götürdü, getdi. Amma gerçəkdən də burada qazanan İran mı, yoxsa ABD mi? Bunu da gəl diqqət alaq. Yəni, Trump bəlkə edə bilər savaşdan özünü bir dənə mən qurtarıcı kimin və savaşı qazandım kimin indidən hesab edək ki, özünü demək olar qurtarıcı kimin və savaşı qazandığı bir elan eləyər. Amma biz bilirik ki, indidən söz söhbəti budur ki, bu savaşı qazandığı anlamına gəlməz. Aslında İran rejimi daha da yırtıcı, daha da yaralıdırsa özünü toplayacaqdır, daha da ondan daha güclü işləri ortaya qoyacaqdır. Bu da bir gerçəkdir. Buna da diqqət almamız lazımdır. Bir də İran rejimini birbaşa bölünləri deyirik. Zaman deyərdim ki, mən biz İsraili, Türkiyədə məhəlləsə ocu bir zehniyyət var da. Çubuğu götürərlər, nişan verirlər, İsraili baxız görsən, bu balaca bir qeyd. Elə bizim Batı Azərbaycandan hələ, nə bilim, bəlkə də kiçik olar. Bu qədər çıxılı bir qeydi, nə mənədir, bunu vurub aparırlar, dağıdırlar, hələ deyirlər də televizyondan da. O zaman mən bunu vurğu yapırdım ki, İsrail o deyil. İsrail Yəhudi lobisidir ki, Amerikada indilən, belə deyəm, Amerikanın siyasətinə ən böyük təsir qoyandır. Elə Avropada ən böyük şirkətlər, demək olar, ekonomi baxımdan bankalar bunların əlindədir. Yəni, dünyanın nəbzini, ekonomi nəbzi indilən Yəhudilərin əlində olursa, onda İsraili o qədər kiçik karədə, kiçik topraklar görmək yanlışdır. İndi eyni istəyirəm məsələni burada vurğu yapam ki, indiki zamanda da İranı bu coğrafiyasına, İranın indilən belə darmadağım düşüb, bəli rejim gerçəkdən də bitmək anlamındadır. Amma İranın rejimi bitirsə də, bütün unsurlarını aradan qaldırılsa da ki, qaldırır, günü-gündən bunları vururlar, nöqtə belə evlərində vururlar. Amma bunu diqqət alaq ki, bir dənə də Çin vardı.
Bir dənə də çox gücü çatmasa da Rusiya vardı ki, Amerika İranı bitirsin istəmir. Çünki bilir ki, ondan sonra sıra Rusiyada və Çindədir daha doğrusu. Yəni bunları da diqqət alsaq, bir dənə blok oluşturulur. Yəni demək olar müttəfiq daha dünya savaşlarında ortaya çıxırdı. Yavaş-yavaş görürsünüz ki, bunlar da ortaya çıxır. Onun üçün bu perspektivdən də baxdığımızda bu savaşın qazandığı, heç kəsin qazandığı nöqtəyə götürməz. Bəlkə planlı şəkildə arxada görüşsələr, bunu uraniumu başqa bir məmləkətə daşımağı, özellikle söz-söhbəti vardı bəlkə bu savaş əsnasında da Türkiyəyə daşımağı da o zaman planlaşdırmışdı. Eləyə bilərəm mən bunu anlaşma ilə da gizli paslı yoxdur. Mən qazandım, sən qazandım, söz-söhbəti yalanların arxasında hekələlə doğru anlamda bunu elə Türkiyəyə daşırlar və uranium da gələ Türkiyədə demək olar NATO ölkəsində burada işə alınır. Bu ola bilər. Amma bunu dedikləri perspektivdə gerçəkləşməsi ən az və ən çox təhlükəli bir senaryo ola bilər deyə düşünürəm. İranın verə biləcəyi cavab reaksiyaları içərisində daha çox hansı istiqamətə üstünlük verə biləcəyini ehtimal etmək mümkündür? Məsud bəy, sizin fikrinizi bilmək bizə maraqlı olar. Çünki bilirik ki, ilk başda həm enerji təhlükəsizliyi üzərindən bir növ qlobal təhdidi yaratmağa çalışır İran və bu təhdid üzərindən də artıq dünya birliyini sanki bu savaşa qarşı çıxmağa, Amerika Birləşmiş Ştatlarını, İsraili bu savaşdan yayındırmağa mı çağırışlar etmək istəyir? Bu fikrimlə siz razısınızmı? Elə bu barədə də fikrinizi bildirərsiniz. Digər dövlətlərə Birləşmiş Ərəb Əmirliyi də daxil olmaqla hücumlar həyata keçirir. Daxili hər halda auditoriyanın, ictimaiyyətin qınağını yaratmağa çalışır. Yəni daha hansı versiyalar mümkündür İranın cavab reaksiyaları içərisində? İndiki İranın yəni demək olar müdafiə qismini qəbul edək ki, elə Hormuz boğazına odaqlanıbdır. Yəni Hormuz boğazına və enerjini qısıtlamağa, enerjinin axışını əngəlləməyə və bundan da yanı sıra ekonomik dərbələrə və onun da yanı sıra Ərəb ölkələri, başda Ərəb ölkələri olsun, bu Ərəb ölkələrində istiqrarsızlığı tam anlamıyla ortaya qoyubdur. Bu kaos yaşanır da, bunu qəbul edək. İran özünə, ya gələcəyinə böyük bir fəlakət yaşayır, millət özü bir fəlakət yaşayır, alt yapısı darmadağın olur, ora yanıq bir topraq olur. Bunlar bir tərəf məsələdir. Amma oradakı gələn rejim, ya Sipahi Pasların devrim muhafızları deyək, bunlar bölgəni ateşə çəkməkdən əslən çəkinməyiblər. Bir tərəfdən də bölgə ilə bir tərəfdən elə bu enerji axışını elə bu bölgədə deyəndə bu bölgə ən çox zəngin enerji baxımından ən zəngin qaynaqlar da bu coğrafiyadadır. Ondan elə Avropanı da təsir alıbdır, Amerikanı da belə təsir altına alır. Onun üçün bunları düşünürük ki, İran tam anlamıyla mən zaman yadıma salır, burada bəlkə də yeri gəldi, lisə zamanı, yəni demək olar diploma qalırdı hələ. Orada bizim bir dənə universitetdə bir öğretmenimiz, lisədə bir öğretmenimiz vardı. Bunun qardaşı da Abdınzadə deyə Xoyun millət vəkili idi. O zaman da bizə tarix müəllimi idi. O əlində bir təsbih çevirərdi, bir şey deyərdi. Yəni ki, ərəblərdən əslən xoş gəlməzdi. Deyərdi elə bu Hormuz boğazını bağlasaq, ərəblər azından ölərlər. İndi o zamandan bəlkə 30 ildən izafə geçirir. Mən hər zaman o danışıq yadıma düşər. Yəni klasda hep tikrarın bunu deyərdi. İndi fikirəm ki, elə İran birbaşa Hormuz boğazı ilə enerjinin boğazını, dünyada enerjinin boğazını sıxmağa çalışır. Özünü də bitirir, amma qəbul edək ki, böyük dərbələr də bu bölgəyə indiribdir. Yəni nə qədər İran dalıya düşübdür, mən düşünürəm ki, İranın dərbələrinin neçə qatını da bu ölkələrə paylaşıb. Amma bu ölkələr sonradan, bunu da gələ cavab verək ki, bu ölkələr, Ərəbdəki ölkələr olsun, Avropa olsun, bunlar alternativ tapa bilməyəcəklər anlamında deyil. Sonra bu qalxınma da bunlarda, məsələn, bəlkə də 3 ilin içində, bu savaş bitəndən sonra qalxınma 3 il bunlarda sürsə, İranda bəlkə 20-30 il sürəcəkdir. Yəni İranda yenidən aynı nöqtəyə gəlib çatmaq. İran zaten ekonomide bərbad bir durumdadır. Son bu Amerikanın yaptırımlarıyla hesaplasaq, illər boyu ilə deyirək ki, başqa ölkələrlə günü-gündən dağlıya gedir bir İran. Amma indi dərənin tərkinə süqut edir. Gerçəkdən bu dərədən necə çıxacaqdır? Yəni İranın bu rejimdən sonra
qalxasa əgər, necə qalxacaqdı? O özü də bu bir dənə demək olar çox nə deyim, acınacaqlı bir senaryolar ortaya gətirir ki, adam zamanında onları düşünməkdən də belə çəkilir. Yəni İran birbaşa enerji krizindən bölgəyə böyük dərbələr indirir, istər İsrailə də saldırılarını da diqqətə alaq. Yəni bu qədər dəmir qübbə vardı filan da baxırıq ki, elə yetərincə, hətta savaşın ilk günlərindən bu yana baxdığımızda ya 12 günlük savaşı ilə indiki bu tərəfdəki, bugünkü savaşı diqqət aldığımızda Züleyxa xanım daha öncə bəlkə İranın füzə göndərməkləri və isabət, yəni istədiyi yerlərə isabət, o füzələrin isabət etdiyi diqqətə alınırsa, onda bəlkə %5, %10'un söz söhbət idi. İndi bunun %30, %40'a dayandığının söz söhbəti ortadadır. Yəni daha isabətli vura bilir. Yəni sıradan artmır. Bəs bunların hamısını nəzərdə alsaq, İrana bu qədər bomb yağa-yağa, salına, hava savunma sistemi olmaya, yenə bu qədər indi istədiyi nöqtələr vurduqlarına da diqqətə alırsaq, nişan verir ki, İran günü-gündən, qabaqçı günlərdən daha da isabətli düşmənə qarşı, onların zehniyyətində desəm, düşmənə qarşı daha isabətli bir duruma getməyə çalışmaqdadır. Bu da tək başına, yenə deyirəm, tək başına İran iradəsi deyil, başqa ölkələrin də iradəsi bunun arxasında da gizlənibdir. Bəlkə indi söz söhbəti olmuyor, amma mən əminəm ki, elə Çin bunun başında, Çin də vardı. Onun üçün İran bildiyim qədərilə bu savaş və bu model və baxın, bu qədər çağrışda bulunur da Trump, bunu da diqqət alaq. Bu qədər çağrışda bulunur da, mən içəridəkilə görüşdüm, mən anlaşma qəbul ediblər, indi savaşı bitirəcəyik, bu həftə bitəcəkdir. Amma İrandan görürsünüz ki, heç bir dənə bu fərqli söz-söhbətlər ortaya çıxmır. Düzdür, İranda kim danışır, kim fikir ortaya qoyur, heç onlardan da xəbər yoxdur. Düzdür, indi İranda Cumhurbaşqanı deyə də bir şey yoxdur. Bax, keçən günlərdə mən Pezeşkiyanın məsələn bir danışmanın, sızılmış bir danışığın üzərindən yazılmış bir araşdırmaya da oxuduğumda deyir ki, aslında mən heç qarıyım, heç məni diqqətə alan yoxdur, sözlərimi belə eşidən də yoxdur. Baxın, yəni istiqbal verirsən, verməsəmin də bir anlamı yoxdur. Bax, bu söz söhbət, mən düşünürəm ki, çox doğru bir söz söhbət, yəni Pezeşkiyandan elə bu bəklənir. Beləki vəziyyətdə amma baxırıq görür ki, Tehran tərəfindən ya İran rejimi tərəfindən birbaşa savaş davam edəcək mesajı dalbadal verilir. Yəni, baxın, fərqli mesajların qarşısında bir tərəfdə də bu cibhədə də baxdığımızda çox isabətli mesajlar da ortadadır. Bu, onun nişan verir ki, bu savaş davam edəcək və İran da hələ bundan, İran batsa da, İran olsa da bu rejim bu İrandan, bu coğrafiyadan bir də rahat vazgeçməyəcəkdir. Məsud bəy, Məsud Pezeşkiyanın Avropa dövlətlərinə çağırışını və Avropa İttifaqı Şurasının rəhbəri Antonio Costa ilə telefon zəngini mətni bizim diqqətimizi çəkmiş oldu. Elə bu barədə sizin fikirlərinizi almaq istərdik. Pezeşkiyan Avropa dövlətləri ilə münasibətlərini normallaşdırmaqla savaşın gedişatına mı təsir göstərməyə çalışır, yoxsa hədəf nədir? Baxın, burada belə bir şey deyim. Mən fikirəm ki, Pezeşkiyanın əvvələn ciddiyə alınmır. Amma ki, işte ciddiyə alınsaydı, Pezeşkiyan ən azı bu rejimin içində bir ağıl öyrətəcək bir şeyi vardı. Pezeşkiyan bilir şimdi Amerika ilə Avropanın arasında bir məsafə var. Yəni İran məsələsində bir məsafə var. Pezeşkiyan görür ki, məsələn, hətta Almaniyanın sədr əzəmi bizi, baxın, net şəkildə deyişir. Amerika bizdən soruşsaydı İran'a həm də ölməli, biz qəti şəkildə buna qarşı olardıq, dedi, söz ortadadır. Bunu bəlkə də Almaniya devləti tərəfindən dedi ki, bu devlətin fikri deyil, bu sədr əzəmin fikri desinlər də, desələr də, amma nişan verir ki, bu qarşı durma ilə Avropada bir çox ölkələrində vardır. Bir tərəfindən də Trump'ın günü-gündən, yəni Trump yönətimi, Amerika deyəndə də burada Trump yönətimi qəsd edirəm. Trump yönətimi son zamanlarda Avropanı aşağılamaqdan heç əsirgəmir ki, əlindən gəldiyi qədər aşağılayır. Hələ qaldı ki, NATO ölkələrində. NATO'nun xərcini biz niyə veririk, məsələn? Biz niyə bu qədər nöqtələnirik? Biz niyə o, deyirlər, naxalisi daxilidən bu qədər pul xərcləyək? Bizimki, məsələn, ekonomimiz yuxarı qazancı əldə edirsə, niyə biz o qədər dərsədin birəm? Yəni bunların hamısını diqqətə alırsa, nişan verir ki, bir aralarında bir məsafə var. Yəni Trump ilə Avropa ölkələrinin arasındakı çatışmazlıq nöqtələri vardı. Bəlkə də bunları çağrışır da, zamanında hətta bu nüvə anlaşma
5+1 şeyində də, oturmalarında da biz buna diqqət yetirsəydiniz, Avropa yenə İranla masaya oturmağa çalışdı və bu Amerika idi ki, masanı yıxdı və bir öz başına, tək başına bu masadan ayrıldı. Və bunların hamısını diqqətə alırsaq, nişan verir ki, İran ya Pezeşkiyanın sözlərində bu var ki, Avropa ilə bir ittihada geçməyə, bir türlü Avropanı da bu məsələdə diqqətə almağa və İrana yardım etmək çağrısında bulunduğunu mən düşünürəm. Yəni mənim analizim budur ki, bu fürsəti dəyərləndirə bilir. Amma Avropa da bilir ki, Pezeşkiyan o qədər devrim mühafizləri ya İran rejimi sözü qədər geçmir. Amma təhlili mənim nəzərimə Pezeşkiyanın təhlili və yaxınlaşması Avropada çağrışda bulunması, hətta Avropanı bir dənə gözləmici kimi Amerika ilə İsrail ilə savaşın arasında onların da etkisi olmasını istəməsi məncə doğru bir stratejidir. Amma bu nə qədər əməldə olar, pratikdə olar, onu çox möhtəməl mən görmürəm. Yəni, çünki Pezeşkiyanın durumunu indi rejimi ilə arasındakı demək olar boşluğu günü-gündən daha öncə deyirdik ki, bu bir dənə demək olar kukla kimi istifadə olunur. Artıq o kuklalıqdan da onu o qədər də diqqət alınırlar. Pezeşkiyanı ən azından öz sözlərini deyirlər, Pezeşkiyan o sözləri deyə, hələ onu da görmürük. Onun üçün keşdə dediyiniz kimi bu irtibatı qura bilsəydi və bu savaş da bir türlü İran rejimdə yumuşansaydı. Bəli. Şey görünür. Mənim səs görüntüm zaman. Bəli, eşitdik biz sizi. Fikirlərinizi bizə çatdırmağı bacardınız Məsud bəy. Hərçənd ki, müəyyən qədər texniki problemlər az da olsa yaşanmış olur, ancaq geniş məzmunlu bir təhlili bizə təqdim etməyi bacardınız. Elə ən başlıcası hərbi ssenarilərlə bağlı versiyalarınız düşünürəm ki, olduqca diqqətə şayan idi. Məsud bəy, son olaraq suallardan kənar proseslərin gedişatı ilə bağlı vurğulamaq istədiyiniz, çağırış etmək istədiyiniz hər hansı bir məqam varsa buyurun. Mənim çağırış etdiyim məsələ yalnız Güney Azərbaycandır. Baxın, biz genə deyirəm, Güney Azərbaycana xitabən deyirəm burada. Biz doğrudur, bu örgütlərin bizim torpaqlarımız girməsi təhlükəsi gerçəkdən davam edir. Və biz düşünək ki, Türkiyə buna mane olacaqdır. Amma Türkiyə öz mənfəətləri doğrultusunda da bunu düşünür. Doğrudur da bizi də düşünənlər vardı, amma biz yenə bir hesabatımız doğru hesab kitab edir. Bəli, Azərbaycan da bizim dövlətimizdir, Türkiyədəki də Türk dövlətidir, bizim dövlətimizdir. Amma olub bitənləri və tarixi südəzlərə də baxdığımızda, bu baskınlara baxdığımızda, yönətimin zəif olduğu zamanda qətlamlara da baxdığımızda, hətta Azərbaycanda bu ermənilərin qətlamına baxsan, il dönümü idi geçdi. Bakıya, nə bilim, bunların hamısına baxdığımızda bir gerçək var. Yəni, tarixi təcrübələrdən bir gerçək var. İlk mücadiləni o torpaqda yaşayan insanlar edirlər. İlk savaşı onlar edirlər. Onlardır ki, o savaşın gələcəyini təyin edirlər. Əgər iradələrini ortaya qoysalar, mütməyin olacaq ki, elə qardaşları da, başqaları da bunlara yardımda bulunacaqlar. Amma yox, əzilib geçsələr, əzilib gedən millətə heç kim sahib çıxmaz. Bu bir dənə azı gerçəkdir. Onun üçün biz əzilsək, bizi kim gələcək təzdən ayağa qaldırır. Onun üçün biz hər zaman ayıq və sayıq bu məsələləri diqqətə, bu analizləri, bu söz-söhbətləri, olub bitənləri, saldırıları niyə, hansı bölgədə olur, bunları çox diqqətə almamız lazımdır. Və bir tərəfdən də hətta İranın sınır ötəsi məsələsi, Əraqdakı, Suriyədəki olayları, bunlar hamısı birbaşa bizimlə əlaqəlidir. Yəni, belə düşünək ki, yalnız biz oturmuşuq, burada öz torpaqlarımızı müdafiə edirik də, bu yanlışdır. Çünki biz torpaqların ötəsində bizə planlar yapırlar. Amerikada, İsraildə, nə bilim, Avropada da planlar yapırlar bizim üzərimizdən. Onun üçün biz bunlar hamısını diqqətə alaraq, içəridəkilər ayıq-sayıqlığa, torpaqlarımızı hər nə bahasına olursa olsun müdafiə etməkdən əsla vazgeçməmələri lazım deyə düşünürəm. Bu da mənim qısa not olaraq bir şey burada düşürdüm, o da sizin istəyiniz doğrultusunda. Bəli, əminəm ki, Güneyli soydaşlarımız heç bir zaman özlərinin bütövlüyü, torpaqlarının bütövlüyü, milli müqəddəratı uğrunda mübarizədən caymayacaqlar, yayınmayacaqlar. Sadəcə müəyyən bariyerlər, əngəllər ola bilər və düşünürəm ki, o əngəllərin aşılması üçün də hazırki zaman elə bir fürsət də vəd etmiş olur soydaşlarımıza. Minnətdarıq sizə Məsud bəy, dəvətimizi qəbul etdiyiniz üçün və maraqlı şərhinizi bizimlə bölüşdüyünüz üçün.
Nə demək, sağ olun. Sağ olun. Belə, əziz izləyicilər, qəzeteci yazar Məsud Araydı bu buraxılışımızda qonağımız və onun bir köşə yazısı İrana qarşı Amerika Birləşmiş Ştatlarının mümkün hərbi ssenariləri və bu ssenariləri 3 bloka, 3 hissəyə bölərək öz köşə yazısında vurğulamışdı ki, düşündüm ki, olduqca diqqətə layiq bir təhlildir və mütləq şəkildə izləyicilərimizlə də bölüşməyimizə ehtiyac var və bir çox ssenariləri də Məsud bəy dilə gətirmiş oldu. İstənilən halda bölgəmizdə savaşın uzun müddətli olmamasını və dünyamızın da bu savaşın nəticələrindən eyni zamanda yayına bilməsini arzuluyuruq, təhlükəsizliyin olmasını arzuluyuruq və gündəmdə baş verənlərlə bağlı, elə savaşın gedişatı ilə bağlı, yaxın şərqdəki vəziyyətlə də bağlı məlumatları eşitmək üçün fikriniz, diqqətiniz həftə içi hər gün bizim mövqe buraxılışında olsun, Günaz TV-də olsun və biz buraxılışlarımızı sizə canlı olaraq Uydupek və YouTube kanalları üzərindən təqdim etmiş oluruq. Odur ki, onlayn platformada bizə dəstəyinizi əsirgəməyin. Günaz TV kanalına abunə olmaqla, verilişimizi bəyənməklə, paylaşmaqla, canlı şərh bölməsinə fikirlərinizi, suallarınızı, təkliflərinizi yazmaqla mövqeyimizin daha geniş auditoriyaya çatmasına şərait yarada bilərsiniz. Belə, əziz izləyicilər, bir daha gündəmdən xəbərdar olmaq üçün elə diqqətiniz bizim mövqedə olsun. Növbəti buraxışda görüşənədək.